Herkese salam. Gəlin bugün sizinlə İspaniyadan Kiko Milano məhsullarını sifariş edək. Kiko Milano məhsulları Avropada istehsal olunur. Ona görə də ən sərfəli qiymətləri məhz Avropa ölkələrindədir. Gəlin sifariş qaydalarına birlikdə baxaq. Brauzerda Kiko Spain yazıb ilk görünən linkə keçid edirik. Videoda göstərilən düymələrə basdıqdan sonra sayta daxil oluruq. Gəlin ilk növbədə qeydiyyatdan keçək. Hesab açmaq üçün ad, soyad, doğum tarixi, elektron poçt ünvanı və gizli şifrə lazımdır. Mobil nömrəni qeyd etmək lazım deyil. Qeydiyyatdan keçdikdən sonra bizim elektron poçt ünvanımıza təsdiq kodu gələcək. Həmin kodu videoda göstərilən hissəyə əlavə etmək lazımdır. Artıq hesabımız aktivdir və alış-verişə başlaya bilərik. Almaq istədiyimiz bütün məhsulları səbətə atdıqdan sonra səbətə keçid edirik. Kiko Milano ilk sifarişdə bizə 10% endirim promokodu verir. Həmin promokodu siz ekranda görə bilərsiniz. Promokodu əlavə edib təsdiqləyirik və növbəti addıma keçid edirik. Sifarişi tamamlamaq üçün bizə İspaniya ünvanı lazım olacaq. Bunun üçün Expargo tətbiqini yükləyib qeydiyyatdan keçirik. Qeyd etmək istəyərdim ki, Expargo İspaniya sifarişlərini Azərbaycana həftədə 2 dəfə çatdırır. Qeydiyyatdan keçdikdən sonra hesabımıza daxil oluruq. Hesabımıza MyGov ID ilə daxil olduqda bağlamalarımız Expargo tərəfindən avtomatik bəyan olunacaq. Hesabımızda xarici ünvanların bölümündən İspaniyanı tapıb üzərinə basırıq. Ünvana aid olan məlumatları kopyalamaq çox asandır. Bunun üçün məlumatın sağındakı düyməyə basmaq kifayətdir. Məlumatları qeyd edəndə diqqətli olaq. Yalnız özünüzə məxsus olan Expargo kodunu qeyd etmək lazımdır. Ünvan ilə bağlı bütün məlumatları qeyd etdikdən sonra ödənişə keçid edirik. Ödəniş üsulunu seçib kartın məlumatlarını qeyd edirik. Sifarişimizi bir daha yoxlayıb təsdiq edirik. Bağlamamız İspaniya anbarına çatdıqda Expargo bizə SMS bildiriş göndərir. Bundan sonra biz hesabımıza keçid edib fakturanı yükləməliyik. Fakturanı yükləyərkən invoice'un ümumi dəyərini, göndərici mağazanı qeyd edib məhsulun kateqoriyasını seçirik. Adətən bundan sonra biz həmin bağlamanı Smart Customs-da bəyan etməliyik. Lakin Expargo ilə buna ehtiyac yoxdur. Avtobəyan funksiyasını aktiv etdikdə Expargo Smart Customs bəyannaməsini bizim yerimizə edir.